Hər bir canlının mesla abitanisi var da. Yaşayış məskəni, yeri. Məsələn, gölün suyu çəkiləndə çəkilmiş ərazidəki balıqlar aşağı getmir, məhv olur gedir. Hərənin öz teritoriyası var. Mən də Allah Taala bəxtimə, qismətimə buraları yazıb. Min şükür Allaha, hər dəfə gedəndə və hər dəfə də keçəndə bu kitab bağın reklam eləyirəm. Çünki lənətə gəlmiş Bill Gates demiş, bugün kitab oxuyanlar sabah kitab oxumayanları idarə eləyəcək. Nə qədər imkan, fürsət var, kitab oxumaq lazımdır və burada hər bir şərait var. Bunu ilə bağlı. İçərdən bir dəfə çəkəcəm, inşallah göstərəcəm. Nə haqda danışmaq istəyirəm? Yaxşılıq haqda danışmaq istəyirəm. Yaxşılıq təhlükəli əməldir. Yaxşılıq çox təhlükəli əməldir. Bu yaxşılıq etdiyin adam psikopat ola bilər, özünü sənə borclu hesab eləyə bilər. Sonra ürəyində bu yavaş-yavaş kinə, küdurətə çevrilə bilər. Yavaş-yavaş istəyər ki, onu ucuzlaşdırsın. Necə ucuzlaşdırsın? Sənə qarşı bir qanmazlıq eləyər, filan eləyər. Bilərəkdən kobudluq eləyər ki, sən qayıdıb ona deyəsən ki, dəysin sənin başıva mənim bütün bu elədiyim yaxşılıqlar gözündən gəlsin. Yeri gəlmişkən bunları da hər gün çəkirəm. Odur ki, yaxşılıq təhlükəli əməldir. Amma biz yaxşılığın sayəsində sağ qalmışıq. 40 min il, 30 min il, 50 min il evolyusiya bundan əvvəl dağın dalında pələng var. Kommunikasiya. Biz bir-birimizlə əlaqəli demişik ki, dağın dalına getmək olmaz. Orada pələng var, orada vulkan püskürür. Bu göbələk zəhərlidir. Və bunun yaxşılığın sayəsində məhz biz vid kimi, növ kimi sağ qalmışıq. Amma indi zamanı elə gətirib ki, yaxşılıq eləmək biraz təhlükəlidir. Bu qədər.